Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev bu çıxışlarda etmişdir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Və Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin bariz nümunəsi olaraq hər bir vətəndaşın məmnunluğu təmin edilməsi, ölkəmizdə korrupsiya dünyası şəklində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq vətəndaşların məmnunluğunun yüksək səviyyədə təmin edilməsi və vətəndaşlarımızın məmurlarla təmasların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkəmizdə asan xidmət yaradılmışdır və bu xidmət sahəsində dövlət və hakimiyyət orqanlarının ayrı-ayrı xidmət təşkilatlarının səlahiyyətlərinə aid olan məsələlər vahid pəncərə şəklində burada cəmləşdirilmişdir. Və hər bir vətəndaş bura gəlir, öz müraciətini edir, ayrı-ayrı sahələr üzrə, bu cümlədən şəxsiyyət vəsiqəsi, notarial xidmətlərdə istifadə edilməsi, sonra torpaq sərhədlərinin rəsmiləşdirilməsi və digər məsələlərin həyata keçirilməsi üçün bura müraciət edən şəxslər həmişə özlərinin razılıqlarını yüksək səviyyədə ifadə edirlər. Asan xidmət əməkdaşları da çox yüksək səviyyədə vətəndaşlarımıza xidmət göstərirlər. Onların xidmətindən çox razıyıq. Buna görə ki, hər bir əməkdaş yüksək intellektə, yüksək savada, qabiliyyətə, bilgiyə malikdirlər. Eyni zamanda çox vətənpərvər ruhlar formalaşmış, inkişaf etmiş gənclərimizdir. Cənab Prezidentin gənclər siyasətinin bariz nümunəsi olaraq hər bir əməkdaş öz üzərinə düşən vəzifələrin ötəsindən layiqincə gəlməklə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin siyasətinə dəstəyini ifadə edilir və eyni zamanda hər bir Azərbaycan vətəndaşında dövlətimizə inanlı etibarı daha da artırır. Yəni ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində təqlid edildiyimiz kimi Azərbaycan vətəndaşlarının maraqları dayanır. Və bu maraqları yüksək səviyyədə təmin etmək üçün də bu xidmət sahəsi yüksək səviyyədə təşkil edilmişdir. Və bu son 5 ildə qeyd edildiyimiz kimi ayrı xidmət sahələri üzrə asan xidmət öz üzərə düşən vəzifələr təsirində layiqincə gəlmişdir və bugün asan xidmət yaradılmasının 5 ili tamam olur. Onları peşə bayramları münasibətilə səmimiyyətlə ürəkdən təbrik edirəm. Bu xidmət sahəsində yaratılmış, xalqımıza bəxş etmiş Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Cənab Prezidentimizi təbrik edirik ki, hər bir Azərbaycan vətəndaşına yüksək səviyyədə diqqət və bağı göstərib, bu da onun bariz nümunəsidir. Bir daha asan xidmət əməkdaşlarını peşə bayramları münasibətilə səmimiyyətdən, ürəkdən təbrik edirəm. Onlara bundan sonra da öz işlərində uğurlar, nailiyyətlər arzu edirəm.